Eyni zamanda demiştim ki, elmin de hakkı var. Elmin hakkı nədir? Həqiqəti öyrətməkdir. Çünki insan həqiqəti bilməsə azad olmaz, gözəl insanlar. Bir alimin vəzifəsi elmi, həqiqəti insanlara öyrətmək və eyni zamanda cəhalətə, qəflətə, xurafəyə qarşı savaşmaqdır. Həqiqət uğrunda mücadilə etməyən böyüməz demişdim. Cəhalətlə savaşmayan böyüməz demişdim, gözəl insanlar. Və deyirəm ki, bu Bələd surəsi deyir ki, Allah hər şeyi məqsədlə yaradır. Bax, bir şeyin məqsədi var demək, Allah hər şeyi məqsədli var, yaradıb demək bu deməkdir. Hər şeyin bir qayəsi var. Baxın, bədəninizə baxın, bədəndə hər şeyin bir qayəsi var. Hər orqanın bir işi var. Hər şeyin bir məqsədi var, anlamı var, mənası var. Yəni, məqsədli yaranmaq anlamı olmaq deməkdir, qayəsi olmaq deməkdir, məqsədi olmaq deməkdir. Bir məna daşıyır, onun orada gördüyü bir iş var. Allah bu kainatda nəyə yaradıbsa, onun üzərində bir iş, vəzifə yükləyib, gözəl insanlar. Eyni zamanda Allah bizə bir sistem qurub. Bax, elmdə də, hər şeydə Quran bir sistemin üzərində oturub. Allahın qurduğu bir sistem var. Bir şeyin sistemi olması üçün iki önəmli özəllik olmalıdır. Başqa özəllikləri də var da, iki mühüm özəllik olmalıdır. Bir şey, əgər sistem deyirsinizsə, onun mütləq qayəsi olmalıdır, məqsədi olmalıdır, bir məqsədə yönəlik olmalıdır. İki, bir şeyin sistem olması üçün onun ayrı-ayrı hissələr arasında bağlı olmalıdır, əlaqə olmalıdır. Baxın, bədəninizi düşünsə, bədəndə hər şey bir-birindən bağlıdır. İnsan bir sistemdir, bir qayəsi var və hamısı, bütün orqanları bir-birindən bağlıdır. İnsan nə zaman xəstələnir? Sistem çökəndə. Sistem öz funksiyasını yerinə yetirməyəndə. Kainat bir sistemdir və bu sistemin içərisində insanın da bir yeri var, günəşin də bir yeri var, ayın da bir yeri var. Kainatda heç bir şey boşuna yaranmamışdır. Allah haşa, əsla və əsla boş işlə məşğul olmaz. Və Quran da bir sistemdir, hər şeyi bir-birinə bağlı. Bütün ayələr, bütün sözlər, bütün surələr bir hədəfə yönəlikdir, gözəl insanlar.